Leyla xanım, miyoma hamiləliyə mane olur və hamilə qalmaq təhlükəlidir. Miyoma hamiləliyə adətən mane olmur, lakin yerləşməsindən və ölçüsündən asılı olaraq bəzi hallarda hamiləliyə maneçilik törədə bilər. Əgər miyoması olan qadında hamilə qalıbsa, adətən hamiləliyə problem yaranmır. Yenə də yerləşməsinə, həmçinin ölçüsünə baxmaq lazımdır. Nəzarət mütləqdir. Hamiləlikdə miyomanın böyüməsi mümkündür və düşüşə səbəb ola bilər. Bəli, hamiləlik müddətində miyomanın böyüməsi mümkündür. Çünki hamiləlik müddətində həm hormonal dəyişikliklər gedir, eyni zamanda qan dövranının yaxşılaşması son nəticədə miyomaların böyüməsinə səbəb ola bilər. Lakin bu həmişə problem yaratmır. Bəzi hallarda isə miyomalar düşüşə səbəb ola bilər. Bu az rast gəlinən haldır. Ancaq yerləşməsindən və ölçüsündən yenə də asılı olaraq düşüşə səbəb olması mümkündür. Miyoma üçün əməliyyat olunmalıyam. Miyomanın simptomlarından, yəni verdiyi simptomlardan, o cümlədən hamiləliyə yaratdığı risklərdən asılıdır. Əgər belə bir əlamətlər varsa, o zaman əməliyyat qərarı alına bilər. Hamiləlikdə ağrı verir. Bəli, bəzi hallarda miyomalar hamiləlikdə ağrı verə bilər. Xüsusən də degenerasiya uğrayıbsa, yəni onda dəyişikliklər gedibsə, hamiləlikdə ağrı verməsi mümkündür. Miyoma varsa doğuşu təbii etmək olar. Bəli, bəzi hallarda mümkündür. Yenə də bu qərarı həkim verməlidir.